Salam aleykum. Dovşan həvəskarları, Rizen həvəskarları, tanış olun Rizenlərlə. Bu çəkiliş ancaq Rizenlərə aiddir. Gold Rizen. Maşallah. Erkəkdir. 3 ayı yeni tamam olub, ayın 21-i. Beş ayını kesmiş erkək. Super vəziyyətdədirlər bunlar. Avqustun axırı bunlar cütə vurulacaq inşallah. Oktyabr, noyabr aylarında satışda olacaq. Təmiz Rizenlərdir bunlar. Qara. Bu da erkəkdir. Bunun da 3 ayı təzə tamam oldu. Gözəl. Səkkiz aya kimi gözlənir bunlar. 8 ayından sonra cütə vurulur. Super vəziyyətdədirlər bunlar. Təmiz boyunu götürəndən sonra cütə vurulur. Ağ erkək. Bu da onun qardaşıdır. Maşallah olsun. Bunun da 3 ayı təzə tamam oldu. Ağ erkəyin öz yeri var. Birinci növbədə təmizlikdir. Baxın altları gümüş kimi. Tərtəmiz. İlk növbədə təmizliyə fikir verin. Sonra düzgün dam, düzgün qulluq. Görürsünüz bu yaş otdur. Bu dünən dərilib. Bu solubdur, təmiz. Bir gündən sonra vitamin olaraq verilir. Doyumluq olaraq olmaz. Yaşıl ot. Siz buna nə qədər verirseniz bu yeri, amma bilin ki ziyandır. Baxın burada sadəcə yonca pres var. Baxın ot yerlərində. Maşallah. Şinşil erkək. Ne görüm. Bunu asob olaraq bəsləyirəm bunu. Asob. Çünki anadan təzə ayrılıb bu gəlibdir. Super vəziyyətdədir. Yeri də görürsünüz, xan yeri. Bu da logomuz. Baxşa bax, baxşa. Bu ot gözlür, yaşıl ot. Gəl. Gəl görüm. Bu da bir dişidir. Bunun da 3 ay təzə tamam oldu. Ayın 21'i. Aprelin 21'i 3 ay tamam oldu bunun. 4 kilo yarımdı. Super vəziyyətdədirlər. Kaliforniyaların öz yeri var. Rizenlərin də öz yeri var.
İndi görürsünüz yaydı. Altına ot tökmürəm. Bu bir qırağa nəzisini gedir. Çölə çıxır bir qıraq. Ona görə yayda ehtiyac görmürəm. Çünki görürsünüz hər yeri qupqurudur. Sentyabr ayından sonra bunların hamısının altlarının otları töküləcək ayaqlarının altına. Keçirik növbəti dişiyə. Fermamızın ən böyük dişisidir bu. Gəl. Ne görüm. Maşallah. Baxın, gündə bir dəfə normal şəkildə yaşıl ot. Bu da 5 ayını tamamladı. 6. ayı keçirdi. Görürsünüz altı fanera, qufquru. Bu da bir qırağa gedir, düz oraya. Baxın. Bunlardan bala gözləyirik. Akşam yemləməsi oldu, qutardı. Bu qədər. Salamat qalın dovşan həvəskarları. Qazaq Krol həmişə YouTube'da kanalımız olub. İnşallah daha artıq TikTok'ta da olur kanalımız. Takip etmeyi unutmayın. Sağ salamat, hörmətli dovşan həvəskarları.